Salam, hörmətli State of Engineering izləyiciləri. Bugünkü mövzumuz HR ilə bağlı olacaq və neft və qeyri-neft sektorlarında olan təcrübələri sizlərlə bölüşmək istəyirəm. Əsas mövzu mühəndislikdə HR-ın əsas rolu nədən ibarətdir, onunla bağlıdır. HR mühəndislik sahəsində mühəndislərin inkişafı üçün, onların yetişdirilməsi üçün böyük strateji hədəflər qoyur və bunların icrası ilə məşğul olur. Belə ki, işə qəbul prosesindən başlayaraq onların daxildə yetişdirilməsi, inkişaf etdirilməsi, komanda quruculuğu kimi əsas strategiyaları hədəfləyərək bunlar üzərində fəaliyyətləri səfərbər etmiş olur. Mühəndislik sahəsində HR-ların ən çox qarşılaşdığı problemlər əsasən bunlardan biri ondan ibarətdir ki, texniki bacarıqların düzgün qiymətləndirilməsi. Bu sahə çox spesifik bir sahə olduğuna görə burada texniki bacarıqların qiymətləndirilməsi düzgün şəkildə aparılmalı, düzgün təhlil edilməli və düzgün şəkildə tətbiq edilməlidir. Digər bir tərəf komanda quruculuğu, komandanın idarə edilməsi məsələsidir ki, mühəndislik sahələri adətən fərdi və analitik işlərlə məşğul olduqlarına görə sosial bacarıqların üzə çıxarılmasında müəyyən çətinliklər olur. Bu səbəbdən insan resursları üzərinə böyük bir iş düşür. Digər bir çətinliklərdən biri ümumiyyətlə bacarıqların çatışmazlığıdır. Bilirik, mühəndislik mühüm bir işi həyata keçirir. Bu səbəbdən istər işə qəbul zamanı, istərsə də müəssisələrin mövcud iş prosesində bacarıqların formalaşdırılmasında, ümumiyyətlə işə qəbulda doğru düzgün istedadların tapılması, onların hazırlanması üçün böyük bir işlər görmüş olur. Digər böyük bir çətinliklərdən biri də iş yükü və təzyiq məsələləridir. Belə ki, mühəndislik sahələrində mühəndislik layihələri daha çox iş tutumlu və həcm tutumlu olduğuna görə bu ümumi iş mühitində stressli bir mühit yarada bilir ki, bunlar üçün də HR-lar doğru düzgün çalışma mühitinin formalaşdırılmasında əlindən gələni etməlidir. Mühəndislərlə HR arasında əməkdaşlığı effektiv şəkildə təşkil etmək üçün HR-lar ilk növbədə mühəndislərin inkişafı istiqamətində müəyyən fəaliyyətləri həyata keçirməlidir. Bunlardan ən birincisi açıq və şəffaf bir ünsiyyət kanallarının formalaşdırılmasıdır. Bunun üçün HR-lar bizneslərlə, mühəndislik sahəsində olan rəhbər və işçi heyəti ilə mütəmadi olaraq görüşlər keçirməli, onları dinləməli, onların ən çox mühəndislik sahəsində rastlaşdıqları problemlər, təkliflər və gözləntiləri ilə bağlı olaraq notlar götürərək bunların üzərində müəyyən imkanlar təqdim etməyi bacarmalıdır. Digər bir məsələ mühəndislik sahəsində çalışan mütəxəssislərin yetişdirilməsi yönündə onlara təlim planlarının hazırlanmasıdır ki, burada da mühəndisləri həm texniki bacarıqların, eyni də yumşaq bacarıqlarının inkişaf etdirilməsi üçün dəstək olmaqdır. Digər məsələlərdən biri də karyera inkişafı planlanmasıdır. Bununla bağlı HR-lar mühəndislərin mütəmadi olaraq karyerada irəliləmə, onların karyera yolunun, onların karyera xəritələrinin formalaşdırılması, doğru düzgün planlama və doğru düzgün inkişaf etdirmə proqramlarının tətbiq etməsidir. İnsan resursları prizmasından baxdıqda bir müəssisənin doğru düzgün inkişaf etdirilməsi məqsədi ilə mühəndislərin texniki bacarıqları ilə yanaşı, onların yumşaq bacarıqlarının da inkişaf etdirilməsi əsas prioritet məsələlərdən biridir. İnsan resursları aspektindən baxdıqda mühəndislərin ən vacib olan yumşaq bacarıqlarından biri də ünsiyyət bacarıqlarının formalaşdırılmasıdır. Belə ki, ünsiyyət bacarıqları düzgün formalaşdırılarsa, burada komandalar arasında istər mühəndislik komandaları, eləcə də qeyri-mühəndislik komandalar arasında ünsiyyət problemləri aradan qalxmış olar, həlli imkanları daha düzgün təşkil edilmiş olar. Bacarıqlardan biri də komanda işi və əməkdaşlıq bacarıqlarının formalaşdırılmasıdır. Komanda işi ona görə vacibdir ki, burada mühəndislər adətən analitik işlərlə məşğul olduğuna görə onların sosial bacarıqları müəyyən qədər köralmış olur. Bu səbəbdən insan resursları əməkdaşları həmin mühəndislik sahəsində çalışan əməkdaşları müəyyən əməkdaşlıq xarakterli layihə və proqramlara cəlb etməlidir. Digər yumşaq
bacarıqlardan biri emosional intellekt bacarığıdır. Əvvəlcə emosional intellekt nədir onu başa düşək. Emosional intellekt şəxsin öz emosiyalarını başa düşməsi, onu idarə etməsi və digərlərinin emosiyalarına qarşı empatiya qurmasını öyrənən bir elmdir. Bunun üçün də insan resursları əməkdaşları müxtəlif təlimlər vasitəsilə bu bacarıqların inkişaf etdirilməsində özünün dəstəyini göstərməlidir. Yumşaq bacarıqlardan biri problem həll etmə bacarıqlarıdır. Bu günün mühəndisləri təşəbbüskar olmalı, ola biləcək çətin problemlərin aradan götürülməsi yönündə əlindən gələni etməlidir. Bu problemləri öyrənmək üçün isə texnoloji proseslərlə kifayətlənməməli, praqmatik təkliflər hazırlayıb bu şəkildə çıxış etməlidir. Vacib olan yumşaq bacarıqlarından biri də zaman idarə etməsi ilə bağlıdır. Belədir ki, mühəndislər mühəndislik layihələrində, xüsusilə də çevik transformasiya dövründə zaman idarə etməsinə xüsusi diqqət yetirməli və öz bacarıqlarından çıxış eləyərək mövcud işləri doğru düzgün prioritetləşdirməlidir. Mühəndislərin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə və eynilə də işçilərin uzun müddət müəssisələrdə saxlanmasını təmin etmək məqsədi ilə HR-lar mühüm bir strateji proqram hazırlamalıdır. İnsan resursları əməkdaşları mühəndislərin həm karyera inkişafı, onların karyerada yüksəlməsi üçün tələb olunan əsas keyfiyyətlər nələrdir? Bunları doğru düzgün təhlil etməli və bununla bağlı olaraq həll imkanlarını tətbiq etməlidir. Bundan başqa digər bir metod mükafatlandırma və tanınma proqramlarının tətbiq edilməsidir. Görülən işlərin əsasında doğru düzgün qiymətləndirilərək doğru mükafatlandırma alətləri seçilməsi vacib olan məsələlərdən biridir. Digər fəaliyyətlərdən biri isə təlimlərin təşkilidir ki, bu təlimlər zamanı sertifikatlaşdırma aparılır və bununla da işçilərin, mühəndislərin motivasiyası artırılmış olur. Mühəndislərin iş yerində motivasiyasını qaldırmaq üçün müxtəlif fəaliyyətlər insan resursları tərəfindən həyata keçirilməkdədir. Bunlardan biri iş və həyat balansının formalaşdırılmasıdır, hansı ki, müxtəlif uzaqdan çalışma və əsnək iş qrafikləri formalaşdırılaraq mühəndislərin iş və həyat balansına dəstək olunaraq bu motivasiyanın qaldırılmasıdır. Bu gün ən çox problemlərindən biri də açıq və şəffaf ünsiyyətin formalaşdırılmasıdır ki, bu da motivasiyanın əsas göstəricilərindən biri ola bilər. Yəni mühəndislər açıq ünsiyyət kanallarından istifadə edərək insan resursları komandası üzvləri ilə açıq ünsiyyətə girərək özlərinə aid olan narahatlıqlarını, çətinliklərini insan resursları ilə bölüşərək bunların həll istiqamətində müəyyən dəstəklərin alınmasıdır. Mühəndislik sahəsində HR texnologiyalarından hansı şəkildə istifadə eləyir? Bilirsiniz, dövrümüzdə texnoloji proseslər çox sürətlə gedir. Bu səbəbdən insan resursları sahəsində də müxtəlif texnoloji metodlardan istifadə olunmaqdadır. Süni intellektdən istifadə edərək işə müraciət anketlərinin, yəni CV-lərin düzgün skan edilməsi, doğru namizəd profillərinin müəyyən edilməsi və namizədlərin seçimi ilə bağlı doğru düzgün qiymətləndirilmənin aparılması ilə bağlı süni intellektin verdiyi nəticələr bu gün üçün danılmazdır. Digər bir texnoloji metod böyük məlumat dediyimiz big datadır. İşçilərlə bağlı olan müxtəlif onların inkişafı, onların yetişdirilməsi və onların profili ilə bağlı olaraq müxtəlif məlumatların toplanması əsasında təhlil edilərək doğru qərarların qəbul edilməsində big data dediyimiz metodikanın böyük əhəmiyyəti vardır. Digər texnoloji yeniliklərdən biri mobil tətbiqlərin geniş istifadə alınmasıdır. Yəni artıq mobil tətbiqlər o qədər geniş vüsət almış olur ki, mobil tətbiqlər vasitəsilə işçilər əlavə bir zaman sərf etmədən və ən səmərəli şəkildə özü ilə bağlı müxtəlif müəssisədə gedən proseslər, iş prosesləri, öyrənmə imkanları və digər məsələlərlə bağlı olaraq geniş məlumatı əldə etmiş olurlar. Bəzən belə bir suallar verirlər ki, süni intellektin tətbiq edilməsinin hər hansı bir faydası və yaxud da fayda qatmayan tərəfləri var. Təbii ki, hər bir texnoloji yeniliyin üstün və çatışmaz tərəfləri olur. Üstün tərəflər ondan ibarətdir ki, süni intellekt vasitəsilə daha geniş
məzmunda analizlər aparılaraq daha doğru qərarlar vermək mümkündür. Dərin qərarların verilməsində süni intellektin böyük rolu vardır. Çatışmayan tərəflərin isə ondan deyə bilərik ki, şuurlu insandan fərqli olaraq süni intellekt empatiya hissi, yaradıcı düşüncəsi mümkün deyil və əməkdaşlıq məsələlərində süni intellektin çatışmayan tərəfləri göz önünə gəlir. Bu səbəbdən də insan resursları bu mövqedə olan məsələlərdə süni intellektdən istifadə etmir. Burada artıq insan faktoru əsas tutulur. Gələcəkdə mühəndislərin yetişdirilməsində, onların inkişaf etdirilməsində insan resurslarının üzərinə düşən əsas məsuliyyətlərdən biri də qlobal əmək bazarında olan dəyişiklikləri daha dərindən öyrənmək və onları mövcud işçilərə kommunikasiya edilməsini, onların bu prosesə adaptasiya olunmasını təmin etməkdən ibarətdir. Çünki günümüzdə qlobal dünyada, qlobal əmək bazarında müxtəlif dəyişikliklər gedir ki, bu dəyişiklikləri daha çevik reaksiya verərək bunları tətbiqi mexanizmləri öncədən hazırlanmalıdır. Vacib olan əsas məsələlərdən biri də yaradıcı və liderlik bacarıqlarının formalaşdırılmasıdır. Bu gün liderlik yanaşmalarında artıq titullara və statuslara görə deyil, yəni artıq müxtəlif kateqoriyada işləyən işçilərdə də liderlik keyfiyyətlərinin formalaşdırılmasıdır. Bunlar üçün də inkişaf planları hazırlanır və müxtəlif təlimlər vasitəsilə həmin liderlər üst iyerarxik olaraq strukturun ən üst səviyyəsinə qədər yetişdirilməli olur. Məsələlərdən biri də, xüsusilə də mühəndislik sahəsində vacib olan əsas öhdəliklərdən biri də emosional yükün aradan götürülməsi və psixoloji dəstək proqramlarıdır. İnsan resursları əməkdaşları bu proqramları hazırlayaraq, xüsusən də gərgin və stresli mühitdə çalışan mühəndislərin bu psixoloji dəstək vasitəsi və emosional proqramlar vasitəsilə bu yükü azaltmış olacaqlar. Mühəndislik sahəsində çalışan əməkdaşlar bu gün əmək bazarı üçün spesifik bir sahə olduğuna görə bu sahədə olan resursların, kadrların saxlanılması, onların yetişdirilməsi məqsədi ilə müxtəlif proqramları hazırlanması insan resurslarının əsas öhdəliklərindən biridir. Mühəndis komandaları arasında konfliktlər nədən yaranır? Daha çox fikir ayrılıqları və iş proseslərində çıxan problemlər zamanı, müzakirəsi zamanı müxtəlif konfliktlər formalaşa bilir. Ümumilikdə konfliktlər bir neçə aspektdən baxdıqda bu şəxslər arası ola bilər, qrup daxilində ola bilər, tapşırıq xarakterli ola bilər və bir neçə xarakterli konfliktlər var. Bu konfliktlərin həll edilməsi üçün insan resursları tərəfindən müxtəlif yanaşmalar irəli sürülməlidir. Problemi qabardan və konflikti qabardan tərəf mütləq şəkildə onun həll edilməsi istiqamətində də belə bir mədəniyyəti sərgiləməsi vacibdir. Ayrıca olaraq komanda işinin təşkil olunması və əməkdaşlıqla bağlı olaraq da insan resursları əməkdaşları tərəfindən müəyyən layihə və proqramlar hazırlanmalıdır ki, ola biləcək mənfi, neqativ halların aradan qaldırılması həyata keçirilə bilsin. Bunun üçün də sağlam mədəniyyət formalaşdırılması insan resursları üzərinə düşən əsas öhdəliklərdən biridir. Mühəndislərin performans qiymətləndirilməsində əsas gözləntilər nədir? Bunlar mühəndislərin texniki bilik və bacarıqlarının düzgün sərgilənməsi iş mühitində, digər bir tərəfi işə münasibət və təşəbbüslər, yaradıcı düşüncənin ortaya qoyulması və işə olan yanaşma meylləridir. Digər bir performans gözləntiləri zaman idarə etməsidir. Çünki mühəndislik müəyyən bir layihələrlə işləyir və bu layihələrdə mütləq ki, işin çevik və keyfiyyətli şəkildə, səmərəli şəkildə aparılması üçün zamanın düzgün idarə edilməsi, işlərin düzgün prioritetləşdirilməsi vacibdir. Bu səbəbdən performansa təsir edən əsas faktorlardan biridir. Xüsusilə də mühəndislik sahəsində komanda işinin düzgün təşkili və əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilməlidir. Mühəndislərin ən vacib olan keyfiyyətlərindən biri də performansla bağlı olan gözləntilərdən danışsaq, problemləri həll etmə bacarıqları və qərar vermə bacarıqlarına yönəlik fəaliyyətlərin nümayiş etdirilməsidir. Eynilə də mühəndislərin öyrənmə və inkişaf bacarıqlarının ortaya qoyulmasıdır. Bu da performans qiymətləndirilməsində əsas olan meyarlardan biridir. Mühəndislik komandalarında lider yetişdirməsində insan resursları mı daha çox dominantdır, yoxsa texniki rəhbərlər mi daha
çox məsuliyyətli olmalıdır. Bu prosesdən danışdıqda bunu bir tərəfli qiymətləndirmək olmaz. Təbii ki, texniki rəhbərlərdən böyük bir məsuliyyət gözlədiyimiz kimi insan resurslarının da üzərinə böyük bir yük düşür. Buna belə bir cavab vermək olar ki, həm insan resursları, həm texniki rəhbərlər gənc mühəndislərin lider olaraq yetişdirilməsində böyük bir əmək sərf etməlidirlər. Belə ki, fərqləndirsək, texniki rəhbərlər gündəlik işlərin, liderlik keyfiyyətlərinin daha çox tətbiqinə yönəlidirsə, insan resursları bu işin daha çox strateji tərəflərinə, strukturlaşdırılmış proqramların və planların təşkilində, müxtəlif layihələrdə həmin mühəndislərin yetişdirilməsi üçün iştirakının təmin edilməsində dövrü olaraq texniki rəhbərlərlə kommunikasiya səyləri nəticəsində mümkün ola bilər. Bu səbəbdən bir liderin yetişdirilməsi üçün həm insan resurslarının, həm də xətti rəhbərlərin böyük məsuliyyəti vardır.